лезгинка, огонь Кавказа, музыка сердца звучит раз за разом. Быстрые ноги, горячая кровь, танец свободы, сила и любовь. Эй, лезгинка, кружится ночь, горы и ветер уносятся прочь. Пламя в глазах и ритмы огня, эта мелодия сводит с ума. Almanya adalarından gəldi. Maşallah. Gözəl iş qurmusan, əziyyət çəkibsən. Allah əziyyətinin bəhrəsini versin ya Rəbbim. Maşallah. Bayaqki 6 nömrə ana arının toxumları buradadır. Bir ətraflı məlumat ver Şahin bununla bağlı. Yəni bu ana arı gəlir bura. Aha. Onu biz arı ailəsinə qəbul etdik. Və o bir neçə gündən sonra toxum atır. Toxumda 72 saatdan sonra çatlayandan sonra onu aparatla bura qoyuruq. Hə. Siz həmin Almanya arısının sayını çoxaltırsınız sadəcə olaraq. Onun balalarını F1 nəsil yetişdirir. Hə, maşallah. Burada arı ailələri. Burada da cürbəcür arı növləri var. O aşağı qoyulur, orada da təzə çıxmış analar. Orada buradakı erkəklərlə cütləşir və ana arı əmələ gəlir. Эй, лезгинка, огонь Кавказа, музыка сердца звучит раз за разом. Быстрые ноги, горячая кровь, танец свободы, сила и любовь. Эй, лезгинка, кружится ночь, горы и ветер уносятся прочь. Пламя в глазах и ритмы огня, эта мелодия сводит с ума. Ana arıdır. Onu göstər qardaş. Abırba, ana arı. 6 nömrədir. Maşallah. Təzə gətirmişik Almaniyadan. İnşallah xeyirli, uğurlu, düşərli ola Allah qoysa. Эй, лезгинка, огонь Кавказа, музыка сердца звучит раз за разом. Быстрые ноги, горячая кровь, танец свободы, сила и любовь. Эй, лезгинка, кружится ночь, горы и ветер уносятся прочь. Пламя в глазах и ритмы огня, эта мелодия сводит с ума. Şahin, bu balaca yuvalar barəsində bir məlumat ver də bizə. Bunlar da oradan hazırlanmış